Hər vaxtınız xeyir olsun gözəl xanımlarımız. Bugün hazırladığım belə bir səmənni sizlərlə də bölüşürəm. Qarşıdan gələn çərşənbə bayramlarınız mübarək olsun. Evinizdə həmişə ruzi, bərəkət bol olsun. Körpə səsi əskiy olmasın inşallah. İndi isə keçək səmənnin hazırlanma qaydasına. Bugün özümə borc bildim, sizlərlə də bunu bölüşüm. Hazırlamaq üçün alt hissəsini 20 diametrli kardon götürdüm. Xanımlar, üzərini streç çəkmişəm. Sonra pambıqdan, bintdən, lazımsız kağızlardan, skoçdan, streçdən istifadə edəcəm. Alt hissəsini dediyim kimi 20 götürdüyüm üçün kağızı da 20 götürdüm. Skoçla sıxdım. Əlimlə sıxdığım kağızları yerləşdirdim. Bacardığım qədər kağızı sıx yığıram, boşalmasın. Kuklanı yerləşdirdim. Kuklanın hündürlüyü qane eləmədi məni və yenidən orta hissəsinə kağızı bol-bol yığdım və yenidən skoç deyirəm. Skoç da dediyim kimi xanımlar alt hissəsi 20, yuxarını getdikcə oval formasına salıram. Təpəcik kimi edirəm. Budur, kuklanı yerləşdirdim. Kukla tam məni hündürlüyü qane elədi və yenidən kağızları yığıram. Bu kağızlardan hər bir evdə var. Yəni elə bir məsrəf sərf eləyən bir şey də deyil ki, baha başa gəlsin. Yəni çətinliyi düzdür xanımlar, çox çətindir. Biraz yəni vaxtında qulluq istəyir. Budur, ətəyimiz hazırdır. İndi isə keçək streslənməsinə. Stresləyirəm ki, kağız islanmasın səmənni sulayan zamanda. Pambıqdan istifadə edirəm. Pambığı ətəyin üzərinə sərirəm. Sonra sapla bir balaca sap fırladıram ki, üzərinə bint çəkəndə pambıq dəbərməsin. Bintdən istifadə edirəm. Marla da olar xanımlar. Marla biraz sizləri incidər. Odur ki, ən asan yolunu sizə göstərirəm. Budur, bintləyirəm. Bint nazikdir. Fırlatmaq daha rahat olur. Sonra qəşəngcə soluyuruq bunu. Tam nəmləşdirirəm. Pulverizatorla. Tam nəmləşdirdikdən sonra xanımlar, vəzəri tumu islatmışam, jeleyləşir. Vəzəri tumu kimlərdə bölgələrə elə bölgə var ki, vəzəri tumu deyir, eləsi deyir, çiz salat, eləsi acı tərəb, bilmirəm kimdə necədirsə. Axır ki, jeleyləşdi, bunu da çəkdim. Alt hissəsindən məsafə qoydum və əvvəlcədən sulamışdım, sulamağa ehtiyac yox idi. Üzərinə salafan keçirtdim. Bir gün keçdi. Artıq bir balaca xırda-xırda tumurcuqlar bağlayıb dişərməyə doğru. Videoda da görsənir. Bu ikinci gündür. Bunu mən dəfələrlə hazırlamışam. Bu xanımlar artıq 3-cü gündür. Instagram səhifəmdə də var. İstədim bu dəfə də YouTube kanalına çəkim, paylaşım. Siz də hazırlayın xanımlar və nəticəsini mümküncə məndən Instagram səhifəsində paylaşın. Mən də Instagram səhifəmdə paylaşım sizin əl işlərinizi. Dediyim kimi, bu səməni 5 günə hazır olur. Əgər yaxşı qulluq etsəniz. Mən bircə dəfə soluyuram xanımlar. Möhkəm soluyuram. Sonra üzərinə salafanı keçirdib pəncərənin ağzında qoyuram. Instagram səhifəmi və TikTok səhifəmi də videonun alt bölümündən inşallah paylaşacağım. Budur, səmənim tam yamyaşıl olub. Çox da gözəldir. Onu da sizə bir ideya verim ki, xanımlar, tam hazırlayandan sonra bu mikrozelin gedir. Təbii, doğal göyərtidir. Bunu da sonra kəsib, qayçılayıb salatların üzərinə əlavə edə bilərsiniz. Yəni, heç bir israfçılıq etmirik. Səmənimiz demək olar ki, hazırdır. Sonra isə bunu bildiyiniz kimi bəzəyin. İnşallah süfrələrinizə gözəllik qatın. Yavaş-yavaş xanımlar, bu videonun da axır hissəsinə gəlirik. Xahiş edirəm, videomu axıra qədər izləyin. Dəstəyinizi əsirgəməyin. Sizin üçün bu asan bir şeydir. Öz səhifələrinizdə paylaşın, qohumlarınızla, yaxınlarınızla.
Əvvəl belə bantdan istifadə etdim. Sonra nəsə bant mənə xoş gəlmədi. Bandı götürdüm. Adi dədə-baba qayda qanunu ilə kuklamızın belinə bant bağlayırıq. Siz deyin görüm hansı bant gözəl görsəndi. Budur. Artıq səmənimiz hazırdır. İnşallah siz də bu videomdan yararlanın. Allah'a əmanət olun. Yeni videolarda görüşənə qədər özünüzdən müğayət olun. Hələlik.